Hipnoz seansları ilə travmalarımızı silmək və ya proqramlarımızı dəyişmək mümkündürmü? Təəssüf ki, xeyr. Heç bir formada mümkün deyil. Bizim travmalarımız və proqramlarımız uşaqlıqdan bizə yazılır və ölənə qədər bizimlə bərabərdirlər. Sən heç bir formada onları nə dəyişə bilməzsən, nə də ki, onları həll eləyib yoxa çıxarda bilməzsən, silə bilməzsən. Bunun üçün bizim yaddaşımızı silmək lazımdır ki, absurd bir fikirdir. Ona görə nə özünü aldatma, nə də başqalarının səni aldadıb pulunu almaqlarına imkan yaratma. Bəs əgər mən bunları silə bilmirəmsə, mənim həyatıma axı problemlər çıxardır, mənə əzab verir, mən bununla yaşaya bilmirəm. Neyniyə bilərəm? Onlardan qaçmaq, onları silmək yerinə, əksinə onları öyrənib, onlara olan reaksiyanı dəyişə bilərsən. Reaksiyanı idarə edə bilərsən. Yəni, mən travmamı silmək yerinə müşahidə eləyirəm. Məndə hansı hisslər oyadır? Hansı situasiyalarda mənim travmam tətiklənir? Hansı cümlələri, hansı insanlardan eşidəndə bunlar baş verir? Sən fərqinə varanda o travmanın niyə yarandığını, niyə sənə bu cür hiss elətdirdiyini, artıq ona olan reaksiyalarını dəyişə bilirsən. Və ya beynində hansısa bir proqram var və normalda proqram sənin həyatını idarə edir. Sən bir yola getməlisən, ya sağa getməlisən, ya sola. Və normalda proqram sənə hansı yolu deyirsə, o yolla gedirsən. Amma proqramdan xəbərin olsa, onun sənə dediyi cümlələrdən xəbərin olsa, məsələn, bir situasiyaya düşmüsən və proqram sənə deyir ki, sol tərəfdən getməlisən. Əgər sən xəbərdarsansa, sən bilirsən ki, bu cümlə proqramdan gəlir. Bu sənin cümlən deyil, sənin seçimin deyil. Bu zaman deyirsən, bir dəqiqə dayan, bir dəqiqə. Mənə həqiqətən sola getməyimi sərf eləyir, sola getməyimi mənə xeyir gətirəcək, yoxsa sağa getməyimi? Sən bunu analiz eləyib, bəzən sağa gedirsən, bəzən də ki, proqramın elə dediyi yol sənə sərf eləyir, sola gedirsən. Yəni seçimi yenə də sən eləyirsən. Proqram sənə düz yolda göstərə bilər, səhv yolda göstərə bilər. Amma seçimi yenə də sən eləyirsən. Belə deyim, travmalardan, proqramlardan qaçmaq, onları silmək yerinə sadəcə olaraq onları öyrənib, onların sənin həyatını idarəsinə imkan vermirsən və sükanı öz əlinə alırsan. İdarə onlarda yox, səndə olur.